Məhkəmə prosesi necə keçir? Salam mələk salamla. Yenə deyirəm, toxunacdan xəbər yoxdur, nə vecmədir, onun qarnı toxdur. Hakimə də, Leyla Məmmədovaya da hörmətlə yanaşıram. Allah and olsun, prokurora da hörmətlə yanaşıram. Etikamı saxlayan adamam. Məhkəmə prosesində cinayətkara axırıncı dəfə may ayının 19-da sual verilir. Sən bu cinayəti niyə törətdin? Onun cavabı. O evladımı elə vurmaq istəmirmiş. Evladım əyilib. Ona görə ürək nahiyəsinə bıçaq giribdi. Amma bu görüntülər onu demir. Ay xalqım, ay prezident, ay Mehriban xanım, bu görüntülər, ay prokurorluq, istintaq şöbələri, bu görüntülər onu demir. Mən istəyirəm nəsə bir söz deyim, elə bilməyin ki, mən orada çox öz başına danışıram, məhkəmədə xeyir. Qoyun kimi otururam, heç mənə söz verən yoxdur. Ona görə ki, Sabunçu rayonunda istintaq gedərkən hansısa bir blankı doldurmaq lazım idi. Mən dedim, mən latınca bilmirəm, bana dedilər ki, ondan saqqal, sən hüquqi varis kim dedi. Evladım şahid qismində. Mən bilmədim ki, hüquqi varisə söz verməyəcəklər. Tamamilə söz verilmir. Hüquqi varisə söz verilməyəndə zalda oturan cinayətkar tərəfinin ayağı yer alır. Hardasa səhv deyəndə bizə gəlmə istəyirəm, deyəm ki, indi deyəcəm. Ay ki, sən boyundan çəkdin, arıq uşaqdır, çəkdin, soğdun. Cinayətkarı dinləyirlər. Orada monitor var. Bunu dinləyəndən sonra mənim əlimdəkini al, özü sizdə də var. Bunu al, monitora qoy, ancaq deni görsət, deni ancaq belə yox, belə olmuşdur. Nəyə görə gizlədirsiniz, nəyə görə vermişsiniz? Maddi maraq nədir? Axır nəticədə, axırıncı məhkəmənin prosesində 19-unda 102-yə zəngili məlumat vermişəm, xəbərdarlıq eləmişəm. Deyirlər Nəsimi rayona baxır. Belə prosesi görəndə, belə bir prosesi 19-da biz zaldan çıxarkən polislər deyir, çıxın gedin, bir də gəlin. Bir aydan sonra toxunacdan nə xəbər? Çıxarkən cinayətkarın anası. Koridorda görüntülər var. Ay orqan, ay pagon daşıyanlar. Ağır Cinayətlər Məhkəməsinin kalendorunda görüntülərə səs yazmalarına baxın. Bəlkə mən yalan deyirəm. Cinayətkarın anası deyir ki,